bilər işçilər satmaq məqsədilə gətirib ələsi bir dənə kassayı qoya bilər. Bazar Store Marketlər şəbəkəsinin filiallarının birində şəkildə gördüyünüz bu kərə yağı saxlanma qaydaları kobud şəkildə pozularaq kassada satılır. Bu barədə məlumatı qaynar xəttimizə vətəndaşlar göndərib. Məsələ ilə bağlı Bazar Store mağazalar şəbəkəsinin marketinq və ictimaiyyət əlaqələr şöbəsinin rəhbəri Mahir Həsənovla əlaqə saxladıq. Ancaq zəngimizə peşman olduq. Mahir bəy dedi ki, problem var, qaynar xətlə əlaqə saxlayın da, mənə niyə deyirsiniz? maraqlıdır. İctimaiyyət əlaqələr şöbəsinin rəhbərinin vəzifəsi Bazar Store-da nədir? Odur ki, biz də vaxt itirmədən qaynar xətlə əlaqə saxladıq. Bir qədər keçdikdən sonra filial müdürü zəng elədi. Öncə yağların müştərinin gətirib kassaya qoyduğunu. Mən soruşanda dedilər 2 dənəsi müştəridən qalmış. Daha sonra isə işçilərin bu səhv elədiyini bildirdi. Ola bilər işçilər satmaq məqsədilə gətirib ələsi bir dənə kassayı qoya bilər. Hansı ki, kassada gördüyünüz yağlar artıq rəfdədir. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi də məlumat yayıb. Məlumat agentliyin regional qrupu tərəfindən nəzarətə götürülüb. Qanuna müvafiq tədbir görüləcək.